Davam edirik. Onkoloji yardımın ixtisaslaşdırılmış dövlət tibb müəssisələri ilə bərabər lisenziya almış özəl tibb müəssisələrində həyata keçirilməsi təklif edilir. Bu, Milli Məclisin bugün keçirilən iclasında müzakirəyə çıxarılan onkoloji yardım haqqında qanuna təklif edilən dəyişikliklə əksini tapıb. Bildirilib ki, özəl klinikaların onkoloji xəstələri müalicə etməsi xəstə yükünün paylanmasına səbəb olacaq. Parlamentdə tikintisi yarımçıq qalan binalar probleminə də toxunulub. Millət vəkili Razi Nurullayev bəzi MTK-ların məsuliyyətsizliyi və maliyyə intizamsızlığı ucbatından vətəndaşların üzləşdiyi problemləri gündəmə gətirib. O, mövcud qanunvericiliyin vətəndaşları tam qoruya bilmədiyini vurğulayaraq, çıxış yolu kimi riskli MTK-ların qara siyahısının yaradılmasını təklif edib. Son 14 ildə uşaqlar arasında onkoloji xəstələrin sayı 2 dəfə artıb. Və bu rəqəmlər rəsmi statistik göstəricilərdir. Və əlbəttə ki, bir mərkəz fiziki olaraq bu qədər xəstəyə keyfiyyətli xidmət göstərməkdə çətinlik çəkir. Və özəl klinikaların onkoloji xəstələri müalicə etməsi xəstə yükünün paylanması deməkdir. Növbələr azalacaq, insanlar üçün müalicə əlçatan olacaqdır. Həm də bu sahədə tibbi resursların artmasına da səbəb olacaqdır. Birincisi, MTK-lar üçün maliyyə təminatının həlli üçün mexanizmlər olmalıdır. Tikintiyə başlamazdan əvvəl şirkətin bank zəmanəti və ya sığorta təminatını təqdim etməsi nəzərdən keçirilməlidir. Əgər tikinti yarımçıq qalarsa, bina həmin vəsait hesabına tamamlansın. İkincisi, vətəndaşın pulu qorunmalıdır. Alıcıların ödədiyi vəsait birbaşa MTK-yə yox, nəzarətli depozit hesablarına köçürülə də bilər. Pul yalnız tikintinin real mərhələlərinə uyğun olaraq mərhələli şəkildə açılmalıdır. Üçüncüsü, MTK rəhbərliyinin şəxsi məsuliyyəti də olmalıdır. Dərəduzluğa və ya vəsaitin təyinatdan kənar istifadəsinə görə təkcə şirkət yox, rəhbərlik də müəyyən bir məsuliyyət daşımalıdır.